Yusuf Aleyhisselamın həyatında, fikir verirsiniz qardaşlar, bir neçə mərhələ var. Onlardan ən önəmlilərindən Quran-Kərimdə bəhs olunan bir zindanda olan həyatıdır. İki, zindandan sonra başçı olaraq yaşadığı həyatıdır. Hər iki halında onu görənlər, tanıyanlar, biz səni salihlərdən görürük. Sən salihsən deyirlər ona. Onu nə çətinliklər dəyişdirmədi zindan, nə üzərinə atılan böhtan, nə həmin vaxt və dönəm üçün zəif olması, zindana atılması, kölə kimi satılması, zindanlara düşməsi dəyişdirmədi, salih olaraq qaldı. İkinci, eyni söz ona padşahın vəziri, Misirin əzizi olanda deyilir. Səni salihlərdən görürük. Nə də varlılıq onu dəyişmir. İstər özünə yaxın qohum olsun, istər digərlər olsun. Bax, qardaşları gəlib, qardaşlar onu tanımırlar. Yusuf Aleyhisselam. Lakin Yusuf Aleyhisselam onları tanıyır axı. Niyə gəlmişlər? Yusuf Aleyhisselamın yanına. Niyə gəlmişlər? Ərzaq götürməyə. Yəni, bunlar mənim qardaşımdır. Evdə atam və anam var. Qohum və əqrabam var. Bunlara daha çox ərzaq verim deyə bir şey elədi mi? Eləmir. Digərlərinə, bütün millətə nə qədər verirdilərsə, ölçü olaraq bir qab var idi. Onunla ölçürdülər, hərəsinin ayrıca payı eyni olaraq verildi. Eyni olaraq, subhanallah. Çünki Allah Azza və Cəlləni bilən heç bir zaman özünü digərlərindən üstün tutub, özünə pay ayırmayacaq. Aydındır? Tək paylaşmaq istədiyi hamıyla nə olacaq? Allahın dini olacaq.